Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər, əziz Azərbaycanımız, əziz millətimiz. Bu günləri yeni bir proqramla Az Səs TV-dən xidmətinizdəyik. Bu proqram həsr olunur Kürdistan və Kürd məsələsi və həmçinin Urmuda baş verən olaylar və bəzi bu haqda olan mövzularla sizin xidmətinizdəyik. Bu günləri bizim verilişimizin qonağı hörmətli Azərbaycanın milli hərəkətinin o qocaman şəxsiyyətlərindən olan, əlbəttə qocaman deyəndə qoca zadı da fikrinizə gəlməsin, gənc bir dostumuz Mahmud bəy Bilgin xidmətlərindəyik. Bu günləri Urmu məsələsindən və Kürd mövzularından nə dərs alırıq və bu günləri bizim stratejimiz nə olmalıdır? Aya bu mücadilənin, bu hərəkətin qabağa getməyində və gündəmdə olmaqda bizə nə uğurlar gətirə bilər? Nə dərslər verə bilər? Və bizim gələcək taleyimizdə hansı dərs ala bilərik ondan? Ta yeni bir metod qabağımızda götürüb qabağa gedək. Azərbaycan milli hərəkəti heç bir millətdən düşmən deyil. Heç bir etniklə, İranda yaşayan millətlə, hətta Farsla, hətta Kürdlə, hətta Erməni ilə, hətta biz öz vətəndaşımız kimi bizim ərazimizdə yaşayanlara baxırıq. Onun üçün dostlar, bizə çox əhəmiyyət daşıyır ki, biz necə öz vətəndaşlarımızın əmniyyətini, təhlükəsizliyini qoruyub saxlamalıyıq. Amma o həddə kimi bizim hörmətimiz vardır ki, bizim əmniyyətimizi təhlükəyə salmaya, bizim varlığımızı təhlükəyə salmaya. O adamlar ki, iddia edir, Azərbaycan başqa bir etnikiyə mənsubdur və etnik orada gəlib yaşaya bilər. Biz ona hörmətlə yanaşırıq və qətlən Azərbaycanda bütün Azərbaycanlılar, türklər o vətəndaşların hörmətini saxlamalıdır. Amma o həddə kimin ki, bizim haqq və hüququmuza təhərrüz olmuyor. Ağa gəlib Clubhouse-da oturur, danışır. Gəlir Azərbaycan adında deyir, bir ərazi olmayıbdır. Əcəba, 1000 il fəqət biz bu ölkədə şahlıq eləmişik. Şahların silsilələri. Gidin, baxın. Hətta Əşqaniyanı da deyirlər İranda, yəni vaxtı Əşqaniyana qədər bu tarix uzanıb gedib. Siz gedin, baxın, Zellül Sultanın xatirələrinə baxın, Nasrəddin Şahın oğlu. Gedin xatirələrinə baxın. İlk başlanışda deyir, bizim nəsəbimiz Əşqanilərə çatır. O zaman da pan-türk yox idi ki, deyəsən bu pan-türkdür, bu pan-iranistdir, bu pan-farsdır. O zaman elə sadə bir insan kimi bir dənə oturub xatirəsini yazır. Düzdür, şah oğlu olubdur. Qudrəti siyasi əllərində olubdur. O türk-fars davası yox idi. Kürt-türk davası yox idi ki. Mahmud bəy, xoş gəlibsiniz verilişimizə. Dəvətimizi qəbul etdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. İstəmədim çox uzadam müqəddəməni. Danışdığımız gördünüz. Buyurun, söz sizdədir. Bax, bunlar ki, bu günlər biz vətəndaşımıza necə hörmət eləməliyik, nə ayırmalıyıq, onları necə əzizləməliyik. Amma həddi hududunda. Ağay Pezeşkiyan da bir qəşəng söz dedi. Dedi, hər kəs öz haqq və hüququna qail olsa, qətlən zad olmaz. Bir problem çıxmaz. Vaxtı
bizim bu qonşularımız deyək, bu vətəndaş, hələ vətəndaşlarımızdan söz vətəndaşlarımızdan gedir, qonşuluqdan getmir. Bizim yerimizə, yurdumuza, ərazimizə iddiaları var, planlar var. Bunlar, bu urumunun əslən bu hadisəsini xahiş edirəm, buyurun. Çox sağ olun Əli bəy, Süleymanə. Mən sizi salamlayıram və belə bizi izləyiciləri Az Səs TV-dən hamısını sevgi və sayğı ilə salamlayıram. Demək ki, bu çox ciddi məsələ, urumu məsələsi elə belə məsələ deyil. Çoxlu stratejilər dəyişən bir hərəkət idi. Urumu dev təzahüratı, mitingi Güney Azərbaycanda indiyə kimi görünülməz bir hərəkət idi ki, milli istəklər əsasında, siyasi istəklər əsasında millət varlığını ortaya qoydu. Və ondakı Cümhur-İslamı tamam var gücün qoya 46 il hökumətindən sonra bir neçə min nəfəri gətirə bilmir meydana ki, özündən hümayət eləsin. Bu qədər mediaları ilə, imkanatı ilə bizim hərəkət yox imkanatı ilə, amma çox dərin bir siyasi ideoloji düşüncəsi ilə millətin içində o qədər yol aşmışdı ki, eləyə bildi çox az və qısa zaman içində Cümhur-İslamının ki, istidir ikinci hərəkətlə Türkiyəyə qarşı bir hərəkət yarada, Ələvilik adı ilə. Ondan öncə demək, 2 dənə hərəkət əlbəttə başlamışdı. 10 İsfəndidə, bir də 28 İsfəndidə kütlərin vasitəsilə istəyirdi ki, Novruz bayramı hazırlayır və bununla bağlı Türkiyəyə bir mesaj verir ki, sən ki, istəyirsən küt məsələsini alasan əliyəm və kütlük məsələsini həll edəyəsən, mən qoymam. Və özəlliklə diqqət etsəniz Əli bəy, o yerlər ki, seçmişdi Cümhur-İslamı payamı verməklə, biri Poldaşda idi, yəni Azərbaycan Cümhuriyyətinlə Türkiyənin sınırına yoxun məntəqə, ikincisi də Urumiyyədə idi, Urumiyyənin içində. Və beləliklə istəyir çalışa deyək ki, həm Ələvi məsələsini əlimə aldım, Ələvilik ilə Türkiyəyə qarşı cavab verirəm, həm də küt məsələsini ələ almışam, PKK, PEJAK vasitəsilə, terror qüvvələri vasitəsilə Türkiyəyə cavab verirəm. Və belə düşünürdü ki, bununla bağlı müəyyən bir Azərbaycan milli fəalları da qatılacaqlar və bu elə biləcək böyük bir başarı əldə edir. Amma tam tərsinə getdi hər şey. Tam tərsinə gedəndə rejimin neçə yüz nəfəri hazırlanmışdı, böyük büləndiqi ilə gördü ki, yox, minlərcə xanım və bəy Bozqurd əlaməti ilə bunların yanından gəlib gedirlər, mərkəzdən yola düşüblər ta əyalətə kimi. Halbuki bunlar yer içi elan etmişlər və orada durmuşlar, bazar ağzı idi. Bunlar azlıqda qaldılar, amma milli hərəkət yoluna davam etdi. Beləliklə, yenilik yarandı. Yenilik bu açıdan yarandı ki, rejimə yox deyir, rejimin törətdiyi çirkin oyunları hamısını vurur bir-birinə, əvəzinə öz istəyini, öz milli istəyini, torpaq bütünlüyünü, torpağına göz düşənlərin gözünü oymaq üçün hərəkətə geçir. Və bu çox ciddi bir mesaj idi. Və bu çox ciddi bir sav idi və cavab idi. Fikirləşin ki, İran rejimi illər idi, yəni şah zamanından tutmuş, özəlliklə Cümhur-İslamı. Şah zamanında demək ki, 1974-cü ildə şah Əraqla savaş qəziyyəsində ki, Əraqın içində savaş da var idi və İran rejimi Əraqda kütlədən həmayət edirdi. Minlərcə barzanı geçmişdi. Hətta mənim yadımda Əli bəy, mən Urmiyədə onda gənc idim. 14-15 yaşım var idi. Deyərdik ki, İran rejimi bu kütlərə yüztümənlikləri verib, yüztümənlik təzə çıxmışdı onda. Deyirdik ki, yüztümənlikləri, amma bunlar qayçıyla kəsirlər özləri xərcləyəndə. Yəni o qədər bunların əlində şah rejimi pul vermişdi bu barzanı kütlərinə. Urumiyədə belə bir məsələ vardı ki, qayçı ilə bu yüztümənlikləri cəmaat özü kəsir. Halbuki təbii belə bir şey olmaz. Amma cəmaatda belə bir algı var idi ki, o qədər pul bu kütlənin içində yayılıb. Bilərək şah rejimi bir hərəkət başlatmışdı ki, bu Urumiyyə və Batı Azərbaycanı kütləşdirsin. Onun ardı ilə Cümhur-İslamı bu 46 ilin içində aynı proqramı qabağa aparmışdı.
bu uğurma hərəkatı Şah və Molla rejiminin bütün törətdiyi oyunlar, nəqşələr hamısını vurdu bir-birinə. Yəni hamısı mat qaldı. Fikirləşin ki, bundan böyük dərs nə çıxartmaq olar ki, İran şəhri cərəyanı oturub belə mat qalıb ki, bu nə işidir oldu. Biz istədik Ələvilər vasitəsilə, Ələvi hərəkatı ilə yaradaq. İranda, Azərbaycanda heç Ələvi yox. Bizdə şiəçilik var. Amma Ələvi onun bir bölümü olan demək ki, Suriyədə və Türkiyədə vardı. Niyə? İranda da elə Azərbaycanın özündə də Ələvi. Yəni bizim Xosrov şəhərdə var, Qaradağda var. Çox az. Yəni bu deyir ki, hətta Suzun ətrafında zadında